Daha bir virusa yoluxma halı ilə bağlı təhlükəli bir vəziyyətlə bağlı xəbərdarlıq etmişdik. Belə ki, Gündəm xəbərin efirində məhz qonşu ölkədə Rusiyada meymun çiçəyi virusuna yoluxma hallarının aşkar olunması barədə məlumat diqqətinizə çatdırmışdıq. Bəs belə bir təhlükəli virusun Azərbaycana hansısa bir təhlükəli bir olma ehtimalı, riskli bir tərəfi varmı? Buna bağlı bir açıqlamamız olacaq, məlumatımız olacaq. 3 fevral tarixi də Gündəm xəbərin efirində bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Moskvada meyvun çiçəyi virusuna yoluxma halı qeydə alınıb. Rusiyada ilk dəfə aşkarlanan xəstə virusa ölkə daxilində yoluxub və hazırda Domodedovo xəstəxanasında izolyasiya olunur. Sözü gedən xəstə Azərbaycanla Rusiyanın həmsərhəd olduğunu nəzərə alsaq, meymun çiçəyinin ölkəmizdə də yayılma ehtimalı gündəmə gəlir. DAS bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu göndərib və sorğudan bildirib ki, 2026-cı il ərzində ölkə ərazisində meymun çiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Hazırda Respublikada infeksiyon xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır. Qeyd olunur ki, meymun çiçəyi xəstəliyinin ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə sərhəd keçid məntəqələrində nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir və şübhəli halların vaxtında aşkarlanması üçün ölkəmizdə müvafiq laborator diaqnostika imkanları və klinik protokollar da mövcuddur. Eyni zamanda tibbi işçiləri üçün məlumatlandırma tədbirləri də aparılır və əhali arasında isə profilaktik tövsiyələr paylaşılır. Vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət eləmək, xüsusilə xarici səfərlər zamanı sağlamlıqla bağlı diqqətli olmaq tövsiyə olunur və ümumilikdə hazırda Azərbaycan üçün meymun çiçəyi ilə bağlı real epidemioloji təhlükə mövcud deyil deyə məlumatda bildirilir.